Yoldaşlar, STM üzrə hansı daxili yoxlama növləri vardır? Təbii ki, burada biz sizin üçün 4 əsası götürmüşük. İlkin yoxlamalar, planlı yoxlamalar, plandan kənar yoxlamalar və məqsədli yoxlamalar. Yaxşı yoldaşlar, ilkin yoxlamaları biz hansı hallarda icra edirik? Misal üçün, hər hansısa bir texnika, nəqliyyat vasitəsi, iş sahəsinə ilk dəfə gətirilərkən STM mütəxəssislərinə aidiyyəti şəxslər həmin texnikaların sənədlərini təqdim edir. Misal üçün, texniki baxış aktı, sığorta, etibarnamə, misal üçün, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və sağlamlıq haqqında arayış. STM mütəxəssisi də bunları yoxladıqdan sonra əgər düzgün, doğrudursa və beləliklə onları götürüb, gedir, vizual olaraq həmin texnikanı və ya nəqliyyat vasitəsini yoxlamağa. Misal üçün, çatları yoxlayır, tormuz və yaxud da qazın düzgün şəkildə işləndiyini, kuzanın normal şəkildə qalxıb yatdığını və ya yağ sızmanın olub-olmadığını yoxlayır. Beləliklə, əgər saz vəziyyətdədirsə, onların işləməsinə icazə verir. Yaxşı, ilkin olaraq başqa hansı yoxlamaları icra edirik? Misal üçün, ambarlar, hər hansısa bir obyektlər və ya binalar ilk dəfə istismara verilməmişdən öncə STM-ə dair müəyyən yoxlamalar aparılır. Misal üçün, ambarda kimyəvi maddələr düzgün şəkildə onlar üçün yerlər təyin olunubmu və yaxud da ki, binalarda fövqəladə çıxışları düzgün şəkildə təmin olunubmu və ya digər yoxlamaları STM mütəxəssisləri aparır və onlara həmin obyektlərdə işə başlamamışdan öncə müəyyən rəylər bildirə bilərlər. Misal üçün, fövqəladə hal planı, təxliyə planları düzgün şəkildə dizgilər çəkilib və onlar təsdiqlənib, bunlara diqqət yetirilir və eyni zamanda işçilərin ilkin olaraq yoxlanması STM mütəxəssislər tərəfindən aparıla bilər. Misal üçün, hər hansısa bir insan resursları şöbəsi işçiləri işə götürdükdən sonra onları müəyyən giriş təlimi, yanğından mühafizə, ilkin yardım təlimi keçmək üçün STM şöbəsinə göndərərkən onlar ilkin olaraq yoxlamalar keçirdirlər. Misal üçün, vizual baxış keçirilir ki, görək fiziki olaraq vəziyyəti həmin peşə üçün və ya vəzifə üçün uyğundur, ya yox. Bildiyiniz kimi, bilirsiniz, bəzən görürsən ki, hər hansısa bir işin gərginliyindən və yaxud da ki, hər hansısa bir müəyyən gözdən qaçmalar olur ki, misal üçün, hər hansısa gözdən qüsurlu olan bir insan dəmirçi kimi təyin olunur. Beləliklə, STM mütəxəssisi baxış keçirdəndə bəlli edir ki, onun gözünün biri özünün, biri isə müəyyən şarik ola bilər və yaxud da görmə məhdudiyyəti ola bilər deyə ona görə də STM mütəxəssisi vizual baxış keçirməlidir. Əgər uyğunsuzluq varsa, onu geri qaytarıb müraciət etməlidir ki, həmin işçiyə uyğun olaraq vəzifə və ya peşə təyin edilsin. Yaxşı yoldaşlar, bu yoxlamanın mahiyyəti nədir? Təbii ki, işə və ya prosesə başlamazdan əvvəl aparılır və bunun məqsədi nədir? Təhlükələri əvvəlcədən aşkar etmək, qabaqlayıcı və düzəldici tədbirlər görmək. Yaxşı yoldaşlar, biz planlı yoxlamaları, yəni dövr yoxlamaları nə vaxt keçirdirik və kimlər tərəfindən icra olunur? Bildiyiniz kimi, müəssisələrdə, layihələrdə texnikaların, avadanlıqların mütəmadi olaraq yoxlamaları icra olunur. Misal üçün, hər hansısa bir elektrik panelləri ola bilər və yaxud da ki, dəzgahlar ola bilər ki, onlar şəkildə gördüyünüz kimi yoxlanılır və əgər onlar təhlükəsizdirsə, onlara müəyyən etiketlər yapışdırılır ki, bunlar yoxlanılmışdır. Əgər uyğunsuzluq varsa, onlar barədə müəyyən hesabatlar verilir və həmçinin digər nəqliyyat vasitələri, misal üçün, ola bilsin ki, ambulans ola bilər, onlarda xərəklər və digər avadanlıqlar vizual olaraq STM şöbəsi tərəfindən yoxlanılır ki, və onlarda müəyyən hər hansısa bir problemlər varsa aşkarlansın və aidiyyəti şəxslərə müəyyən informasiyalar verilsin ki, onlar da vaxtında onu düzəldə bilsinlər. Və həmçinin ola bilsin gəmilər ola bilər və ya dayanma meydançası ola bilər ki, onları da STM mütəxəssisləri mütəmadi olaraq, yəni planlı şəkildə dövrü olaraq yoxlanış keçirdir ki, digər əvvəlki yoxlamadan indiki yoxlama vaxtına qədər hər hansısa bir problem var və ya yoxdur. Və eyni zamanda biz
müəyyən sərnişinləri daşıyan qayıqları baxış keçirdirik. Mütəmadi olaraq ki, onlarda hər hansısa bir sızmalar və yaxud da ki, texniki hər hansısa bir problemi varmı? Misal üçün, oturacaqlar olsun və yaxud da ki, idarə etmədə hər hansısa bir problem var və ya yoxdur deyə bunu yoxlayıb aidiyyəti şəxslərə informasiya veririk. Və biz eyni zamanda, misal üçün, ərzaq mağazalarında ərzaqların müəyyən, misal üçün, vaxtlarına, əgər biz hər hansısa bir qida təhlükəsizliyinə baxırıqsa, onlara da mütəmadi olaraq yoxlamalar təşkil edib, onları da yoxlayırıq və eyni zamanda yemək bişirilən sahələrdə sətən mütəxəssisləri olaraq, əgər biz hər hansısa bir qida təhlükəsinə görə vəzifə öhdəliyi üzərimizə götürmüşüksə və biz onlara da baxış keçirdirik ki, onlar gigiyeniya qaydalarına riayət edirlərmi, yeməkləri düzgün, təmiz yerdə saxlayırlarmı və bunları da bəlli etmək üçün biz müəyyən yoxlamalar edirik və həmçinin biz müəyyən iş sahələrində təhlükəsizlik kəmərləri olsun, istifadə olunan alətlər, avadanlıqlar, misal üçün, aksesuarlar, kranların aksesuarları ola bilər və yaxud da qurğular ola bilər ki, biz onları da yoxlayırıq və misal üçün, yanacaq maşınları olsun, hansı ki, biz yanacaq maşınlarını yoxlayırıq ki, onlarda torpaqlama düzgün şəkildə aparılıbmı, yağ sızmaları varmı, yanğın söndürən balon və yaxud da ilk yardım çantası varmı və ya özü boşaldanları biz yoxlayırıq. Yoxladıqdan sonra biz onlara müəyyən etiketlər veririk ki, hansı ki, onlar nəqliyyat vasitəsinin üzərinə yapışdırılır və yoxlanma barədə informasiya verir. Biz bunu kvadrat şəkildə də görə bilərik və həmçinin dairəvi də görə bilərik. Şəkildə misal üçün, nəqliyyat yoxlanmışdır etiketi görsənir. Yaxşı yoldaşlar, biz yoxlamaları dedik ki, planlı şəkildə həyata keçiririk. Yəni, dövrü şəkildə bu həftədə bir dəfə də ola bilər, ayda bir dəfə də ola bilər və eyni zamanda 3 aydan bir də ola bilər. Ayda bir dəfə necə biz yoxlamalar həyata keçirdirik və etiket vururuq? Şəkildə gördüyünüz kimi hər ayın bir rəngini təyin edirik və həmin ayın qeyd edirik, həmin rəngin üzərində beləliklə yoxlama keçirildikdən sonra həmin rəngdə olan etiketi həmin nəqliyyat vasitəsinin üzərinə vururuq. Əgər təhlükəsizdirsə icazə veririk, onlar istifadə olunur. Yox, əgər təhlükəlidirsə onları saxlayırıq, etiket təmin etmirik və yoxlama vərəqləri ilə aidiyyəti şəxslərə hesabat veririk. Yaxşı yoldaşlar, biz 3 aylıq necə yoxlama edirik? Yəni, 3 ayda bir dəfə necə yoxlama edirik? Yenə biz müəyyən aylar təyin edirik. Misal üçün, yanvarla mart ayına qırmızı rəngi seçə bilərik, aprellə iyula yaşıl, iyulla sentyabra mavi, oktyabrla dekabra isə sarı rəng seçə bilərik ki, beləliklə də 3 ayda bir dəfə həmin bu rəngi təmin etməklə biz bəlli edəcək ki, bu 3 aylıq yoxlamadan keçmişdir. Misal üçün, elektrik avadanlıqlarında elektrik bağlarından da istifadə edə bilərik. Şəkildə gördüyünüz kimi qırmızı, yaşıl, mavi və sarı rənglə təmin olunub ki, hansı ki biz bu rəngləri, misal üçün, elektrik avadanlıqlarını, misal üçün, direl ola bilər, cilalayıcı ola bilər, onları yoxladıqdan sonra onlardan bunlar asılır ki, yoxlanılmışdır. Əgər sazdırsa istifadəyə verilir, əgər saz deyilsə, nasazdırsa ambara geri təhvil verilir ki, onlar düzəldilsin, yenidən saz vəziyyətə gətirilsin. Yaxşı yoldaşlar, biz planlı olaraq, yəni dövrü olaraq daha hansı yoxlamaları həyata keçirdirik? Misal üçün, Azərbaycan SİQA'nın qanunvericiliyində iş yerlərinin attestasiyası 5 ildən gec olmayaraq həyata keçirilir və ya işçilərin biliklərinin yoxlanması 3 ildə bir dəfədən gec olmayaraq onlar da yoxlanılır. Yaxşı yoldaşlar, planlı yoxlamaların, yəni dövrü yoxlamaların mahiyyəti nədir? Müəyyən edilmiş qrafik üzrə mütəmadi olaraq yoxlamalar keçirilir. Məqsədimiz nədir? Təbii ki, SƏTƏM qaydalarına davamlı şəkildə əməl olunub, olunmamasını yoxlamaq, aşkarlamaq və uyğunsuzluqlar aşkar edildikdə onların qarşısını almaq üçün qabaqlayıcı və ya düzəldici tədbirlər görmək. Yaxşı yoldaşlar, biz plandan kənar
yoxlamaları necə həyata keçiririk? Bildiyiniz kimi biz bundan öncə planlı yoxlamalar barədə sizə informasiya verdik. Onlar mütəmadi olaraq bir aydan bir və yaxud da 3 aydan bir yoxlamalar icra edilir və bəzən görürsən ki, plandan kənar yoxlamalar da lazım olur. Misal üçün, hər hansısa bir qəza baş verə bilər və yaxud da hansısa bir hal baş verə bilər ki, plandan kənar həmin yoxlanmış nəqliyyat vasitələri təkrar bir daha yoxlansın. Misal üçün, hansısa bir deyək ki, beton maşını aşa bilər və yaxud da ki, hansısa bir nasazlıq yarana bilər və yaxud da şəkildə gördüyünüz kimi hər hansısa bir nəqliyyat vasitəsi qəza törədə bilər və beləliklə biz plandan kənar yoxlamalar həyata keçiririk ki, müəyyən dövlət qurumlarının əməkdaşları ilə və yaxud da ki, təyin olunmuş komissiyanın üzvləri ilə yoxlamalar həyata keçirilərək müəyyən edirik ki, hadisəyə baş vermiş səbəblər nədir? Və biz, misal üçün, təkcə bu nəqliyyat vasitəsində deyil, eyni zamanda biz iş yerlərində də plandan kənar yoxlamalar edə bilərik. Misal üçün, ayda bir dəfə biz hər hansısa bir anbarı yoxlamışdıq və onlar təhlükəsiz şəraiti qurduqlarına görə biz müəyyən stikerlərlə, yəni etiketlərlə təmin etmişdik, lakin müəyyən biz yoxlamanı keçirdikdən sonra hər hansısa bir uyğunsuzluq olub və beləliklə də yanğın baş verib və biz yenidən plandan kənar yoxlamanı həmin anbarlarda icra edirik, hansı ki, müəyyən təhlükəsizlik tədbiri görüldükdən sonra. Yaxşı yoldaşlar, plandan kənar yoxlamaların mahiyyəti nədir? Qəza, insident və şübhə və ya şikayətlərdən sonra aparılır. Əsas məqsədimiz baş vermiş qəzanın və ya hadisənin səbəbini operativ müəyyən etmək və düzəldici tədbir görmək. Yaxşı yoldaşlar, məqsədli yoxlama nədir? Bildiyiniz kimi biz müəyyən hər hansısa bir şübhəli hallar yarandıqda və yaxud da ki, hər hansısa bir xüsusi bir iş gördükdə biz müəyyən bir sadəcə bir iş üçün hər hansısa bir yoxlama həyata keçiririk. Məsəl üçün, hər hansısa bir qapalı sahədə gördüyümüz iş ola bilər ki, məsəl üçün, həmin orada məqsədli sadəcə biz qapalı sahə üçün gedirik və orada müəyyən oksigeni yoxlaya bilərik və ya biz hər hansısa hündürlükdə olan işin əhatəsini yoxlamaq üçün məqsədli yoxlamalar təşkil edə bilərik. Yaxşı, bu yoxlamaların mahiyyəti nədir? Təbii ki, bu yoxlamalar konkret müəyyən bir risk və ya fəaliyyət üzrə icra edilir. Əsas məqsəd iş yerində var olan təhlükə mənbəyini dərindən araşdırmaq və bu təhlükə üzrə müvafiq tədbir görməkdir.